Salam olsun hər kəsə, salamlayıram hər birinizi. Bu dərsimizdə sizinlə bütün to-do'ların silinməsi ilə bağlı danışacağıq. Yəni, burada ekranda olan təmizlə butonuna vurduğumuz zaman to-do'lar həm buradan ekrandan silinməlidir, hamısı silinməlidir və lokal storage-də olan to-do'larımızın da hamısı silinməlidir. Və yenilənmə olduğu zaman artıq heç bir to-do olmamalıdır burada. Təbii ki, sonradan yenidən to-do əlavə edə biləcəyik, amma buna klik etdiyimiz zaman həm buradan, həm də ki, lokaldan bütün to-do'ları təmizləyəcəyik. Elə isə gəlin bu eventimizi yazaq, bu kodu yazaq. Baxın, bizim eventimiz harda olacaq? Bu təmizləyə klik olunduğu zaman, elə deyil. Buna klik olunduğu zaman həm buradakı to-do'lar silinməlidir, həm də buradakı lokaldakı to-do'lar silinməlidir. Onun üçün də biz buna bir klik eventi yazaq və bunu funksiyalara bölək. Həm UI-dan, həm də lokaldan silmək üçün funksiyalara bölək. Gəlin bu kod tərəfində yazaq. Baxın, burada bizim funksiyamız var. İndi gəlin ilk öncə bu təmizlə butonunu seçək də biz. İndeksə keçək. Baxın, buradadır elə. Üzərindəyik. Bu batonu da elə deyil. Bu sol tərəfə də bağlayaq. Kodlarımız daha aydın görsənsin. Baxın, bu batonu da elə deyil. Bunun betini clear adında ID-si var. Bunu kopya edirəm, gəlirəm bura. İstəyirsiniz buradan yazaq. Bu aşağıdaşları ayıraq. Const yazıram. Clear buton yazacağam buna. Clear buton. Buna mənimsədəcəyik. Dokument içərisində query selectorda deyə bilərik. Gəlin query selectordan seçək elə. Burada deməli ID olduğunu bildirməliyik. ID-ni yaza biləcəyik görək. ID-ni yazdıq və ID olduğunu bildirdik. Ctrl S eləyirəm. İndi biz buna event yazmalıyıq. Eventimizi harda yazırdıq? Bu run funksiyasının içərisində, elə deyil. Yəni proqram işə düşdüyü zaman ilk öncə bu run funksiyası işləyəcək və bunun içərisindəki eventlərimiz var. Hansı event tətbiq olunubsa ona uyğun yönləndirməyə gedəcək, ona uyğun funksiyaya gedəcək. Burada clear buton yazmışıq da, elə deyil. Clear butona add event listener metodu ilə event əlavə eləyəcəyik. Eventimiz nə olacaq? Klik yazırıq və buna bir funksiya yazmalıyıq. Bu funksiyamız ümumi olsun. Məsələn, clear all to-dos yaza bilərik. Bütün to-do'ların təmizlənməsi, elə deyil. Sonra onun içərisində təbii ki, hansı funksiyalar yazacaqsa onları çağıra bilərik. Gəlin bunu yazaq. Clear all to-dos. Yazdıq bunu. Ctrl S eləyirəm. Baxın, artıq bunu burada yazdıq, elə deyil. Əgər bu clear butonuna, yəni bu təmizləyə klik olunsa, bu funksiya işə düşəcək. İndi aşağıda bu funksiyanı yazacağıq. Run funksiyasını bağlayıram, buradan aşağı gəlirəm. Gələk aşağı. Baxın, siz də bu formada çalışın ki, qeydlər yazın. Funksiyalarını bağlaya da bilərsiniz, açıq da saxlaya bilərsiniz bu formada. Gəlib hardan yazaq? Burada storage-dən silinməsi, elementlərin storage-dən silinməsi yazmışıq, elə deyil. Gəlin bunun altına yazaq. Bu funksiyanı gəlib yuxarılara da hər hansı bir yerə yaza bilərsiniz burada. Amma mən ardıcıl getməsi üçün ilk öncə elementlərin əlavə olunması ilə bağlı funksiyaları yazdıq. Sonra update olunma ilə bağlı olanları yazdıq. Update edilməsi həm UI-dən, həm storage-dən. Daha sonra silinməsi ilə bağlı həm UI-dən, həm storage-dən. İndi də bütün to-do'ların silinməsi. Comment də yazıram bura. Bütün to-do'ların silinməsi. Funksiyamızı yazaq burada. BTN clear olmayacaq. Clear all to-dos olacaq. Funksiyamızın adı. İndi gəlib məsələn CLC deyib 11 yazıram. Ctrl S eləyirəm. Konsola keçək buradan. Buna klik etdiyimiz zaman işləmədi. Səbəbi nə oldu görək. Clear all to-dos yazdıq. Gəldik bura. Query all selector seçmişik. Daha doğrusu query selector seçmişik. Clear butonuna tətbiq etmişik. Clear all to-dos. Metodumuz elə deyil. Metodu da aşağıda yazmışıq. Bunu refresh eləyək. Təmizlə vururuq. Hə, indi işlədi. Düzgün yazmışdıq. Sadəcə ilk dəfə olduğu üçün burada refresh elədim. Bu problem sizdə də ola bilər. Refresh elədim. Ondan sonra işlədi. Yəni bu sizdə də ola bilər. Düzgün yazmışıq. Deməli elə deyil. Bu funksiyanı artıq bu funksiyanın içərisini doldurmalıyıq. Baxın, biz bilirik ki, zaten bu bizim səhifəmiz yükləndiyi zaman hansı funksiya işə düşür? Baxın, burada yazdığımız loaded to-dos var, elə deyil. Yəni DOM content loaded olduğu zaman bu funksiya işə düşür, elə deyil. Və burada check to-dos adında funksiyamızı çağırmışıq. Yəni burada nə eləyirik? Əgər to-do null deyilsə, deməli for each-dən fırlanırıq üzərində yazırıq ekrana, elə deyil. Bu funksiyanı çağırırıq da ilk öncə, yəni DOM content loaded olduğu zaman bu funksiyanı çağırırıq. Əgər bu funksiyaya baxsaz, kontrol vururam üzərində. Üzərində kontrol bastım və klik eləyirəm, gəlirik bu funksiyaya.
Bu funksiyaya baxdığımız zaman bilirik ki to-dos içərisinə lokalda olanları, baxın burada olanları gətirir to-dos array-nin içərisinə yerləşdirir. Varsa əgər, yoxsa boş array olaraq başladır. Onda mən gəlib burada bu clear all to-dos metodum ki var, funksiyam ki var. Bunun içərisində ilk öncə if-lə yoxlama aparaq. Əgər to-dosun length-i bərabər yazıram, baxın. Ya da istəyirsiniz bərabərdirsə yazaq. Bərabərdirsə 0-a, deməli bunun içərisində bir şey yoxdur, elə deyil. Onda gəlirəm mən show alert metodum vardı da, elə deyil. Onunla show alert metodu ilə bir mesaj çıxardacağam. Danger olsun. Danger olsun. Mesajımız olsun. Nə olacaq burada? Yəni heç bir to-do yoxdur da, 0-dırsa bunun lengthi. Deməli heç bir to-do yoxdur. Onda mən də burada düşünün ki, burada heç bir to-do yoxdur. Mən gəlib təmizləyə vururam. Burada bildiriş çıxardım ki, ən az bir to-do olmalıdır da sizin silməyiniz üçün, bütün hamısını təmizləməyiniz üçün. Elə deyil. Onda görə yazıram ki, bura ən az bir ədəd to-do olmalıdır. Olmalıdır. Bu formada yazdım. Kontrol S edirəm. İndi gələk baxaq buna. Baxın, təmizləyə vuracağam. Təmizləyə vuracağam, işləməyəcək. Çünki burada to-do'lar var. Gəlin bunların hamısını silək buradan. Birbaşa lokaldan silək deyil, buranı silək. Refresh edirəm. Baxın, gəlib konsola baxıram. Təmizləyə vururam. Burada ən az bir to-do olmalıdır, çıxır bizim üçün. Heç bir to-do yoxdur axı burada. Nə burada yoxdur, nə də ki burada əsas buradır. İndi bura boşdur. Heç bir to-do yoxdur. Aydındır? Ona görə də burada təmizləyə vurduğum zaman ən az bir to-do olmalıdır yazdı. Bu if şərtini yazdıq. Yox, əgər bu şərtə düşmürsə, burada return də eləyə bilərik birbaşa. Return eləyib kəsək. Baxın bu formada yazaq. Else içərisində yazmayaq da. Return eləyirəm, yəni bunun aşağıdakı kodlar işləməyəcək də artıq. Əgər bu if şərti işləyibsə, yəni to-do'sun lengthi 0-dırsa, gələcək bura girəcək, show alerti işlədəcək, ondan sonra return eləyirəm, kəsirəm. Daha gəlib aşağı bura girməyəcək. Amma return-ü yazmasam, burada məsələn CLG yazsam, baxın yazaq da hətta. Ctrl S eləyirəm, vururam təmizləyə. Mesaj çıxdı bura, konsola heç nə yazmadı. Amma bu return-ü buradan götürsəm, Ctrl S eləsəm, baxın, buna vururam, 11-i də yazdı bizim üçün bura. Aydındır? Yəni bu return-süz yazsaq gərək bunun ya else-ində yazaq, ya da ki return-lə yazırıqsa, burada return-lə kəsdik. 0-dırsa mən deyirəm bu mesajı göstər və kəs, dayandır artıq. Yox, əgər bu if-ə girməsə, təbii ki, aşağıdan yaza bilərik kodlarımızı. İndi aşağıdan nə yazacağıq? Bu funksiyalarımızı yazmalıyıq da biz. Elə deyil. Bir UI-dan, bir də ki lokal storage-dən silmək üçün funksiyaları yazacağıq. Bunu da buradan comment center kopya edirəm mən. Gəlirəm bura. Buraya yapışdırıram bütün to-do'ları UI-dan. Bütün to-do'ların yazaq ya da bütün to-do'ların UI-dan silinməsi, elə deyil. Bunun altında funksiyanı yazıram. Yeni bir funksiya yazıram. Nə? Clear all to-dos yazıram, amma UI-dan. To UI-da yaza bilərsiniz. UI-dan silinməsidir bu. Aydındır? Və bunu gəlib burada çağıracağam. İndi bundan bir dənə də yazaq. Ctrl-C edirəm. Ctrl-V edirəm. Bütün to-do'ların hardan storage-dən silinməsi elə deyil. Storage-dən silinməsi. Burada da clear all to-dos storage olacaq. Storage. Aydındır? Bu formada. İndi bunları harda çağıracağıq? Biz bunun içərisində çağıracağıq da. Elə deyil. Onun üçün də gəlirəm burada clear all to-do'su çağırıram. To-dos yox, təbii ki UI. To-dos UI. Buna fikir verin. Baxın burada bu funksiyanı özüm burada çağırsaz error verəcək sizin üçün o. Belə hələ ki parametr baxacağıq görə qəbul etmək lazım olsa yazacağıq. Burada da nə yazacağıq? Clear. Bunu yazmayaq istəyirsiniz hələ. İlk öncə UI-dan silməni yazaq. Elə deyil. Ctrl S eləyirəm. İndi UI-dan silmək üçün nə etməliyik biz? Baxın, birbaşa. Gəl deməkdənsə istəyirsiniz yazaq. Birbaşa nə edə bilərik? UL ki var burada. UL-i nə adı ilə seçmişik biz? Task list adı ilə seçmişik də burada elə deyil. UL-i səhifəmizdə olan liləri içərisində saxlayan. Baxın, to-do yazıram 1. To-do 2 dənə əlavə eləyək. Hələ ki qalsın burada. Buradan da application-a baxaq. Bu liləri UL içərisində saxlayır da elə deyil. Ona görə mən burada gəlib əgər desəm, düşünsəz ki, gəlib burada birbaşa clear all to-dos UI-dan task list ki var, bunu remove et desəm, baxın bu formada desəm əgər. Ctrl S eləyirəm. Fikir verin. Təmizliyə vurdum, buradan silindi. İndi gəlib təzə to-do əlavə etmək istəsəm, to-do məsələn 4 yazıram. Baxın, to-do əlavə edildi yazdı bura, amma ekrana heç nə gəlmədi. Niyə görə? Səbəb nə oldu? Baxın, maraqlı bir errordur bu.
Səbəb nə oldu? Refresh eləyirəm, gəlir. Çünki buradan silməmişik. Amma təmizləyəni vurdum burada, elə deyil. Uyeli sildim burada. Artıq uyel yoxdur burada. Amma biz element əlavə etmə zamanı UI-ya əlavə edir deyə baxın gəlirəm bura. UI-da update edilmə yox. UI-ya to-do əlavə edilməz. Baxın burada gəlir nə eləyirik? Task listin içərisinə lini alırıq. Amma mən əgər bütün to-doları təmizlə deyəndə uyeli silsəm, deməli mən burada artıq təzə to-do yaradanda, enter vuranda burada uyel olmadığı üçün o lini də içərisinə ala bilmir. Bura əlavə olunur, amma burada içərisinə ala bilmir. Aydındır? Ona görə də mən bu metoddan, bu formadan istifadə eləməyəcəm. Yəni birbaşa task listi silməyəcəyik. Ondansa liləri çağırım, hər birinin üzərində fırlanım. Yəni mənim node list qaytarsın. Liləri gətirim. Ondan sonra nə edim? Onu hər bir elementi silim. Uyel də qoy orada qalsın. Bunu da biz yazmışdıq harda? Baxın. Delete storage'də səhv eləmirəmsə. Baxın. Burada yazmışdıq, yoxsa harda yazmışdıq? Baxaq, olmasa belə də yazaq. Baxın burada element adında çağırmışıq. Query selector task klassına sahib elementləri gətirmişik. Yəni bu nədir? Liləri gətiririk də, node list qaytarır bizə. Bunu Ctrl C edirəm buradan. Siz təbii ki əlinizlə yaza bilərsiniz. Bu nədir? Bütün to-do'ların silinməsi. Açıq qalsın bu. Clear all to-dos UI. Burada yazdım. Elementləri seçdim, elə deyil. İndi gəlib bunun üzərində elements artıq nədir bizdə? Node listdir də. Node list üzərində də for each yaza bilirik. For each yazıram. Funksiya yazıram. Element olaraq tutacağam. To-do olaraq da tuta bilərsiniz. Element olaraq da tuta bilərsiniz. To-do yazaq ya da gəlin. To-do yazdım. To-do'nu remove elə. Hər to-do'nu remove elə. Aha. Ctrl S eləyirəm. Fikir verin. Təmizlə vurdum, silindi buradan. İndi məsələn to-do əlavə edirəm. Baxın to-do əlavə olundu artıq bura. Çünki biz uyeli silmədik. Uyel elə qaldı burada. Aydındır? Biz liləri sildik. Bu belə. Deməli ekrandan sildik də bunu, elə deyil. Ekranda bu qədər ekrandan silmək üçün, UI-dan silmək üçün bunu yazmağımız bizə kifayət etdi. Hə? Ctrl S eləyirəm. Bu belə. İndi nə edəcəyik? Burada zaten if yoxlaması falan ehtiyac yoxdur. Niyə görə? Çünki to-do'su yoxlamışıq burada. Boşdursa burada elə return-dən kəsmişik. Aydındır? Bu belə. Bu bizim ekrandan silmək üçün. İndi gəlin lokaldan silmək üçün də yazaq kodlarımızı. Bunu bağlayıram. Gəlirəm bura. Burada da nəyi çağıracağıq? Bu funksiyanı çağıracağıq da lokaldan silmək üçün. Bu funksiyanı çağırıram. İndi gəlirik bunun içərisinə. Burada bəs nə etməliyik biz? Baxın, burada nə etməliyik biz? İlk öncə to-dos üzərində baxın, gəlin hələ ki CLC deyib to-dos ərreyini yazaq. Görək bunun içərisi dolu gəlir, yoxsa necə gəlir bizə? Ctrl S edirəm. Konsola keçirəm. Təmizləyə vurdum. Baxın, to-dos içərisi doludur. Elə deyil. Sadəcə bunun üzərində fırlanıb hər birini silə bilərəm də. Ya da fırlanmadan da silmək olar. Splice-la, məsələn, baxın. Elə birbaşa burada gəlin belə yazaq. To-dos üzərində splice çağıraram. Bunu nədən başladaram? Sıfırıncı indeksdən başladıb to-dos ərreyinin length-nə qədər gedə bilərəm də, elə deyil. To-dos ərreyinin length-nə qədər getməliyik, yoxsa length çıx birinə qədər getməliyik? Length çıxılsın birinə qədər getməliyik, səhv eləmirəmsə. İstəyirsən yazaq, length yazaq bura. İlk öncə length yazıb yoxlayaq. Ctrl S eləyirəm. Baxın, bunu da Ctrl S elədim. Clear all to-dos stories yazdıq da, elə deyil. İndi gəlirik bura, application-a gəlirik. Təmizləyə vurdum. Bir şey olmadı. Niyə görə? Çünki biz setləmədik burada. Burada təzədən gəlib yeni to-dos yaranır axı bizdə, elə deyil. Həmən to-dosu da local storage-a set eləməliyik. Set item yazıram. Nə kimi? To-dos yazırıq bura. JSON içərisində yenə verirəm string file ilə. Nə verəcəm? To-dos array'im. Ctrl S eləyirəm. Bu formada yazdıq. İndi gəlirəm bura, refresh eləyirəm bunu. Baxın, təmizləyə vurdum. Buradan da silindi, buradan da silindi. Refresh eləyirəm. İndi məsələn, to-do 1 əlavə etdim. To-do 2 əlavə etdim bura. Formada əlavə olundular, elə deyil. Burada əlavə olundu. Təmizlə vurdum. Buradan da silindi, buradan da silindi ekrandan da. İndi məsələn, yeni bir to-do 5 əlavə eləyirəm. Burada əlavə olundu, burada əlavə olundu. Düzgün işlədi, elə deyil. Bu formada. Məsələn, bunu sadəcə silirəm buradan. To-do silindi yazdı. Burada hə, bir də bildiriş çıxır bizim üçün görək. Yoxsa yox, to-do 1 yazıram. To-do 2 bildirişi yazmamışıq hələ. Baxın, təmizlə vururam, bildiriş çıxmır. Gəlin o bildirişi də yazaq. Bildirişi harda yazacağıq sizcə? Baxın, burada stories-dən sildik hamısını, elə deyil. Burada da UI-dan. Amma burada işləyir də. Gəlib burada, baxın, çağırmışıq. Clear all to-dos UI. UI-dan sil hamısını. Burada da clear all to-dos stories-dən sil hamısını. Sonra da gəl bir dənə də show alert göstər. Info olsun. Info olsun. Mesajımız nə olsun? Bütün to-dolar silindi. Bütün to-dolar
silindi. Kontrol S eləyirəm. Baxın, gəlirəm bura, təmizlə vururam. Ən az bir ədəd to do olmalıdır deyir. To do əlavə edirəm. Məsələn 1, to do 2 bu formada əlavə etdim. Elə deyil. Sonra gəlib təmizliyə vururam. Bütün to do'lar silindi. Buradan da silindi, buradan da silindi. Refresh edirəm, heç bir şey yoxdur. Yenə baxın, to do məsələn kitab oxumaq yazaq yenə. Kitab oxumaq, kod yazmaq bu formada. Gəlirəm bura, bunları update eləyə bilərik. Məsələn, kod yazmaq 123 yazıram, enter vururam, to do update edildi. Buradan da update edildi. Update ediləni silirəm, to do silindi yazdı. Təmizlə vururam, bütün to do'lar silindi. Bu da bizim bu layihəmizdir və burada yazdıq. İndi qısa olaraq hal-hazırda bu dərsimizdə nə etdik, onun üzərindən gedək. Baxın, mən clear all to do's adında metod yazdım. Bu metodu tətbiq etdim nəyə? Bu təmizlə butonuna klik olunduğu zaman bu metoda gəlsin deyirəm. Clear all to do'sa gəlsin. Və burada yoxlama aparıram. To do sərrəyim ki var. Burada niyə görə check to do'su çağırmadım? Çünki zaten DOM content loaded olduğu zaman o çağırılıbdır. Yəni to do içərisində dəyərlər oturur artıq. Deyirəm ki, length 0-dırsa, belə çıxır ki, bunun içərisində heç bir şey yoxdur da. Onda mən buna bildiriş göstərməliyəm ki, heç bir şey yoxdur. Sən nəyi təmizləmək istəyirsən? Ən az bir to do olmalıdır deyirəm və return edirəm, kəsirəm. Buradan aşağı getməsinin kodlarının qarşısını alıram. Yox, əgər bu şərt ödənmirsə, yəni 0 deyilsə, onda deməli bunun lengthi var da. Lengthi varsa əgər, onda ifə girməyəcək və gələcək bura. Clear all to do's UI-ya gələcək. Baxın bu metoda. Bu metoda gələcək. Bu metodda nə iş görürük burada? Elementləri seçirəm mən. Task klassına sahib elementləri seçdim. Query selector all-la. Bu mənə node list qaytardı. Həmən node listin üzərində fırlandım. Hər birini to do olaraq tutdum və onların hər birini remove etdim. Uyelim qaldı, amma liləri sildim, elə deyil. Bu formada bunu etdim. Daha sonra bu icra olunandan sonra qayıdır təzədən bura, funksiya çağırıldığı yerə və clear all to do's storage bu metod işə düşür. Bu metodda nə etdim bəs? Gəlirəm bura. Baxın, to do'sda yazdım nə? Bu to do'larda splice yazdım. Sıfırıncından başda to do'sun lengthinə qədər get dedim. Bəlkə bunu bir dənə də yoxlayaq. 1 length çıxılsın 1 formasında yazsaq necə? Məsələn, 1 əlavə edirəm, 2 əlavə edirəm, 3 əlavə edirəm bura. Təmizləyəni vururam. Bu formada işlədi, amma fikir verin, bunu silmədi. Bunu silmədi buradan. Ona görə də düzgün versiyası elə buymuş. Hani bu? Burada to do'sun lengthinə qədər qoy geçsin. Kontrol S edirəm. Refresh edirəm. Bu qalıb burada. Təmizləyəni vurdum, hamısı silindi. Aydındır? Yəni to do'sun lengthini elə yazmalıyıq bura. Yəni bunları yoxlayaraq yaza bilərsiniz də. Bunları əzbərləmək lazım deyil ki, burada length olacaqdır, çıx 1 olacaq, 5 olacaq. Bu splice metodunun istifadəsini zaten keçmişik biz. Və layihələrdə də bizə necə lazımdırsa o formada istifadə edə bilirik. Belə, gəlir bura to do sərrəyinin içərisinə. Daha doğrusu to do sərrəyinin üzərində splice çağırdıq və bunun hamısını silməkdə bütün içərisindəkilərin hamısını silirik bu formada. Fərqli yollarla da siz silə bilərsiniz. Sonra nə edirəm? Local storage-də set item eləyirəm to do's adında nəyi? JSON stringify metodunun içərisində yeni to do'su, yəni boş olacaqdı artıq bu. Boş to do'su bura göndərirəm. Baxın, burada da boş formada görsənir, aydındır. To do's adında buradadır, key adında buradadır, value isə boşdur. Aydındır? Belə. Bu funksiyada işini bitirdikdən sonra hara qayıdır? Çağırıldığı yerə. Çağırıldığı yer buradır. Bura qayıdır və buradan aşağı düşür. Nə olur? Show alert var burada, elə deyil. Yəni alert göstəririk, mesaj göstəririk info rəngində. Bütün to do'lar silindi. Bunu ekranda görmüş oluruq. Belə, yəni bu layihəmiz də yekunlaşdı bizim. Çox, belə deyək də, çox gözəl bir praktika etmiş olduq. Demək olar ki, burada bütün hamısını funksiya şəklinə gətirdik, funksiya formasında yazdıq. Siz fərqli yollarla da yaza bilərsiniz. Yəni bu sizin seçiminizdən asılıdır, amma mən bu formada yazmağı üstün götürdüm. İndi təbii ki, dediyim kimi, zaten biz praktika başlamazdan öncə bütün praktikaların öncəsində bunu deyirəm sizə. Siz çalışın ki, özünüzdən əlavələr eləyin layihəyə. Yəni hər hansı bir şeylər əlavə eləyin. Məsələn, bura nəsə gətirib kopya edib yapışdırdığımız zaman nə olsun? Fərqli bir şeylər əlavə eləyə bilərsiniz və ya filtr əlavə eləyə bilərsiniz. Məsələn, buna mən burada yazmadım. İndi məsələn, to do 1 yazıram, to do 2 yazıram, to do 3 yazıram bura. Bu formada. İndi siz burada məsələn to do'ların altında ya da burada hardasa başqa bir input yaza bilərsiniz. O da olar filter inputu. Məsələn, ona event yazarsınız ki, həmən inputun üzərində input eventi olduğu zaman ya da bir dənə button qoyarsınız ki, bu form submit olduğu zaman buraya yazılan to do'nu filtr elə, get axtar bu siyahının içərisindən gətir. Aydındır? Yəni bunlar da mümkündür. Fərqli yollar dediyim kimi yaza bilərsiniz. Text kontentlərini artıq yoxlayacaqsınız. Include metodundan istifadə edəcəksiniz. Bu kimi versiyalarını əlavə edə bilərsiniz. Amma bu to do'da demək olar ki, çox funksiyonallığı biz yazdıq və hər birində burada dərs formasında yazdıq. Buradan Ctrl S eləyirəm bunu. Ctrl B eləyirəm, baxıram bura.
Buradan başladıq və gəldik. Hardasa birinci dərs ümumi baxış oldu. 9 dərsdə bunu yekunlaşdırmış olduq. İndi təbii ki, növbəti dərsdə fərqli mövzu ilə davam etmiş olacağıq. Artıq bu TUDEP proyektinin də son dərsi idi bu. Amma ümumi dərsimizin sonu deyil təbii ki. Biz dərslərimizə davam edirik. Qarşıda bizi başqa mövzular gözləyir. Həmin mövzuları sizə izah etmiş olacağam. Uğurlar olsun. Ümid edirəm ki, faydalı dərs oldu. Növbəti dərsdə görüşək.